bir nazir kimi İnam Kərimovu daha çox tərifə layiq bir nazir kimi qeyd edirdilər. Onun dövründə hansı vəziyyət idi? Bu formada idilər. Onun dövründə də belə. Fərq eləmir. Sadəcə o biraz əlaqəli idi deyək ki, bəzi strukturlarla rəqəmlərə əl gəzdirə bilirdilər. Məsələn, təsəvvür edin. Onun dövründə 2019-cu ildə mən dedim, 2.150.000 ton buğda istehsal olunur. Təsəvvür edin, 2.150.000 ton. Bu rəqəmi yadda saxlamaq lazımdır, nəyə görə deyəlim. Və Dövlət Statistika Komitəsinin məlumat bazasına baxsanız, siz orada ərzaq balansı bölümü var. Orada baxsanız görəcəksiniz ki, birdən-birə 2019, 20, 21-ci illərdə ərzaq balansında buğda istehlakında ciddi dəyişiklik baş verir. Çoxalma fondu. Deməli necə? Yox. Bir də o çoxalmanı harasa yerləşdirmək lazımdır. Sünidir. Sünidir. Yəni saxtakarlıqdır burada. Bəli, sünidir. İndi onu harasa yerbəyer etmək lazımdır. Necə etmək lazımdır? Deməli, ondan əvvəllər böyük həcmdə insan qidası üçün istifadə olunurdu. Yəni, un istehsal edirdi, çörək bişirmədə istifadə olunurdu. Birdən-birə, deməli, haradasa 500.000 tona qədər buğdanı insan istehlakından götürdülər, heyvan istehlakına yerləşdirdilər. Birdən-birə. Yəni, mən sual edirdim ki, bu qədər istehsal edibsiniz, bu qədər də ithal edibsiniz. Bu neynədiniz 500.000 tona? İndi dedilər ki, götürdülər bunu oraya. Güya öz aləmlərində daha gizlətdilər. Heç kim, heç nə başa düşmür. Görüm, çox gözəl. Buradakı rəqəmi götürdüğümüz bura bu. İndi buradan da çıxır. Bir ildə, deməli, yumurta istehsalımız artmalıydı, kəskin. Ət istehsalımız artmalıydı, süd istehsalımız artmalıydı. Ona görə ki, buğda heyvana yedirilmiş. Nəticəsi hanı? Nəticəsi hanı? Bizim o vaxtda mənim elə onlardan da davam olurdu ki, bir real rəqəmi, bu ölkədə heç kim bilmir nə qədər iri boyutlulardan var, nə qədər xırda boyutlular. Amma bu sahə, hətta Avropa İttifaqı müəyyən qədər, burada söhbət milyonlarla Avropadan gedir. Vəsait haridir ki, identifikasiyası, heyvanların identifikasiyası müəyyən edilsin. Azərbaycanda nə qədər heyvan var? Hələ də müəyyən deyil. Pul ayrıldı 36 milyon. Yeyildi o pul. Amma heyvanların başları müəyyən edilməli. Yəni, bunlar nəyə görə bunu etmirlər? Heç kimə maraqlı deyil, nə qədər deyək ki, dəqiq rəqəm olması kənd təsərrüfatı. Amma belə deyək ki, o sahəyə məsul olanlardan söhbət. Müəyyən rəqəmi uydururlar, elə bilirlər ki, amma onu da deyim ki, onlar uydurduğu rəqəmi əhalinin bir çoxu bilmədiyi üçün qəbul edir. İndi mütəxəssislər də ki, çox az sayda mütəxəssis var ki, onlar gülür. Deyir, ola bilmez. Bir o Siyavuş müəllim demişkən, Bedirənin həcmi qədər su döyüşmək olar. Artıq mümkün deyil. Sən əgər 10 litr tutursa, 12 litr yazırsansa, ona güləcəklər. Başa düşən adam ona güləcək. Yəni, bilirsiniz, kənd təsərrüfatında köklü islahatlar aparmalı. İlk növbədə kadr islahatı. Yuxarıdan tutmuş kadr 1200 deməli, məmur işləyir. Həm kənd təsərrüfatı nazirliyində, həm də onların yerlərdə olan strukturlarında. 1200 nəfər adam işləyir. Bugün dəqiq statistik məlumat, deməli, yazırlar ki, Azərbaycan buğda istehsalında məhsuldarlığı artırıb. Mənim hesablamamla onların hesablamamasının arasında 2 sentner fərq. Özlərinin təqdim etdiyi rəqəmlə mən hesablayıram. Nə qədər əkin sahəsi olub, nə qədər məhsul əldə olub, yəni məhsulu əkin sahəsinə bölürəm. Məndə alınan rəqəmlə onlarda alınan rəqəmin 2 sentner fərq var. Hər demək, hektara görə 2 sentner. Bəli. Deməli, bunlar manipulyasiyadan məşğul. Artırırlar da. 2 sentner az deyil ki. Hətta belə deyək. 2 sentner əməlli başdır. Əməlli başdır, bəli. Məsələn, 1 hektara neçə sentner bu günlərdə buğda almaq olur? 1 hektar üçün. Azərbaycanda orta ölkə üzrə inandırım sizi. Özü 1 illik bitkidə, buğda 1 illik bitkidə. Bir ildə Azərbaycanda məhsuldarlığı indikindən 2 dəfə çox artırmaq mümkün. İndikindən 2 dəfə çox.
Bilirsiniz, elə deməli o Yəni fakt bu günləri 1 milyon 609 belə gedir də 609 609 min ton. min ton. Bəli. Bunu 2 dəfə artırmaq olar. Bəli. Bir ildə. Elə aqrotexniki qaydalar var ki, bunlar artıq mütəxəssis deyil. Bəs bunların içərisində mütəxəssis varmı? Heç olmasa Kənd Təsərrüfatı Nazirliyində bir aqronommu, nə bilim, bir zootexnikmi? Ölkədə var. Var. Bunlar orada deyil. Bunlar orada deyil. Mən tanıdığım adamlar var. Aha. Bilirsiniz, birincisi kənddə böyüyüb, bu işlə məşğul olub. İkincisi gedib təhsil alıb, bilgisini artırıb. Hə. Üçüncüsü təcrübə əldə edib. Hə. Bunların içində beləsi yoxdur. Yoxdur, sizi inandırır. Əgər Kənd Təsərrüfatı Naziri iqtisadçıdsa, o da yəqin ki, dost-aşnasını gətirəcək, iqtisadçıları gətirəcək ya da hüquqşünasları. Baxın, əvvəlki hüquqşünasları gətirmişdi. Aha. İndi gələn də oradan tanışları gətirir. Məsəl üçün İqtisadçıları gətirir. Ya hardansa tanıdır, iqtisadçıdır və yaxud da kimsə ingilis dili müəllimidir. Nə bilim, belə şeylərdə Politoloqdur. Politoloq dəfələrlə deyirik ki, sahə mürəkkəbdir. Sahənin peşəkarı olmadan bilirsiniz, məsələn, ola bilsin ki, digər nazirliklər, məsələn, İqtisadiyyat Nazirliyində iqtisadçılar otursun, heç təcrübəsi olmayan bir otursun, ona verəcək ki, rəqəmdir də, bu qədər, məsəl üçün, bu rəqəmi buna böl ver. O, asan bir şeydir. Amma burada o bitkini yetişdirmək lazımdır. O heyvanı bəsləmək lazımdır. Vahid müəllim, çox çətin bir sual qarşısında qalmışam. Mən hüquqşünasda başa düşə bilərəm, iqtisadçını da başa düşəm. Bu politoloq o heyvanlara mı, yoxsa düyüyə, sonra belə deyək, buğdaya mı, o taxıl məhsullarına mı politoloji dərs keçəcək? Nə üçündür o politoloq? Deməli, mən bununla bağlı bir status yazmışdım ki, nazir, iqtisadçı, müavinlərin də biri-birə. Hələ filoloqlar da var yəqin. Necə? Filoloqlar da var yəqin. Filoloqlar da var, tarix müəllimi. Deməli, mən o statusu yazanda altından bir xanım yazdı ki, Vahid müəllim, o politoloq haqqında yazdı ki, siz bilirsiniz o çox savadlı adamdır. Savadlı, çox gözəl. Gəlsin politoloq kimi çıxış edir. Xanım müəyyən edə bilməz onun savadlı olduğunu. O güya kənd təsərrüfatı üzrə, o politoloq güya kənd təsərrüfatı üzrə mümkün deyil. Mümkün deyil də. Təbii. Şəhərdə böyümək də fərq yaradır. Bəzi adamlar deyir ki, şəhərdə nə olsun, şəhərdə böyüyür. Çox böyük. Sən gözünü açıb heyvanı görməmisənsə, gözünü açıb bitkini görməmisənsə, təsərrüfatı görməmisənsə, orada qolunu çirməyib işləməyibsənsə, orada nəyi necə etməyi bilmirsənsə, sən onu bilə bilməzsən. O savadın da yoxdursa, nə ilə bilərsən, təcrübən də yoxdursa, oturursan nazirlikdə göstəriş verən də peşəkar deyil. Orada nə göstəriş verilir? Çox çətin. Kadrı seçən peşəkar olmalıdır. Məsələn, o bir-iki sualla biləcək ki, bu nə dərəcədə o sahəni dərindən bilir. Bu yaxında o Kənd Təsərrüfatı Nazirliyində dediyim kimi, o bitkiciliyin inkişafı və monitorinqi şöbəsinin müdürünün bir çıxışını mənə göndərdilər ki, ulaq az, adamın əti tökür. Ola bilsin o sahə üzrə diplom alır. Onu da deyim ki, mən bir dəfə də elə müqavilənin verilişində demişdim, biz taksinin xidmətindən istifadə etdim. Taksi sürücüsü dedi, sizi hardasa görmüşəm, dedim, ola bilər, hardasa ola bilər. Yol gedirik, dedim, neçə uşağım var, dedi, uşağım var, harada işləyir, dedi, biri kənd təsərrüfatına, işə baxdı. Dedim, nə vəzifəli? Dedi, orada şöbə müdürüdür, onu əvvəlki nazirə aparmışdı o. İnam Kərimov. İnam Kərimovun, tanıdığı sinif yoldaşı olub, nə o? Dedim, ixtisası nədir? Dedi, tarix müəllimi. Dedim, tarix müəllimi hara, kənd təsərrüfatının. Dedi, nazir deyib ki, get Gəncə kənd təsərrüfatı institutuna işini ver, diplomda alarsan, işte, təsərrüfat edirsin. O qədər aşağılayırlar. Məni narahat edən budur ki, bunlar kənd təsərrüfatını, siz gözəl dediniz, veriliş başlayanda, səhər yeməsən, günortaya onun taqəti olmayacaq işləməyə. Günorta da yeməsən, axşam artıq işləyə bilməyəcək.
Yəni adam normal qidalanmasa, adam sağlam ola bilməz. Uşaqlar normal qidalanmalıdır və keyfiyyətli qida ilə. İndi biz onunla bağlı da deyəcəyik ki, necə keyfiyyətsiz qidalar gəlir bizim süfrəmizə çıxır baha qiymətə. Yəni indi yəqin ki, bizim verilişimiz hələ çox olacaq. Bəli, təbii bizim yəni çalışacağam ki, mən hər həftə bu məsələləri belə bir yerdə üçüncü gün, hər həftə üçüncü gün müzakirə eləyək. Çünki bu Azərbaycanın özünün çox strateji bir sahədə, dövlət üçün strateji, dövlətin strateji məsələsi barmaqarası baxılır. Çox çətin vəziyyətdir.